Bilirsiniz niyə Ermənistanda hər doğulan yeni uşağa $1300 veriləsidir? Bilirsiniz niyə? Niyə? Çünki orada demokratiya gəlib. Çünki orada seçki var. Çünki oradakı hakimiyyət işləmək məcburiyyətindədir. Çünki oradakı hakimiyyət əgər millətə işləməsə, millət gedib ayrısını seçəsidir. Azərbaycanda görürsən niyə hətta uşaq pulu verilmir? Azərbaycanda görürsən niyə kişilər pul istəyəndə qadının fahişəsi olur? Azərbaycanda niyə görürsən uşaqlar doğulanda dövlətin üstünə atılmalı deyil, özləri baxmalıdır? Azərbaycanda görürsən niyə uşaq pulu verirsə kişilər tənbəlləşər deyilir? Niyə? Niyə Azərbaycanda heç nə millət üçün edilmir? Bəli, Azərbaycan prestiji üçün Eurovisionlər, Formula 1-lər, bahalı blogerlər, gəlirlər Azərbaycanı reklam edirlər, Sibrizlər, Bakının mərkəzlərində kazinolar açılır. Amma Azərbaycan millət üçün heç nə edilmir. Yalnız xaricə göstərir ki, biz ən bombayıq. Sus və bax. Baxmağa gəlmişsən qaqa. Bax. Mən də gedim, görüm özümə təzə nə alım.